İslam dininin gəliş qayəsi hər zaman insanları doğru yol üzrə sabit qədəm saxlamaq və bu doğru yolu insanlara çatdırmaq. Bütün peyğəmbərlərin qayəsi bu oldu. Və bütün peyğəmbərlərimiz həyatına baxdığımızda hər bir insanlar nəyi çatdırdı? Dünya bağlantısından uzaq durmaq. Çünki dünyaya bağlanan insan artıq heç bir şey istəmir. Ancaq dünyanı qazanmaq istəyir. Allah subhanahu teala bizə Quran-ı Kərimdə ən çox mal mülkü olub, amma məhv olub gedənlərdən kim bu? Qarunu. Ən çox mal mülk sahibi olan biri oldu. Amma dünyaya bağlılıq və dünyanın şan şöhrətinə görə məhv oldu, yerin altında. Allah subhanahu teala Quran-ı Kərimdə bu ki, siz dünya həyatını istəyirsiniz, halbuki ahirət daha xeyirlidir. Ahirət üçün çalışmaq, qazanmağa çalışın. Çünki dünyada biz yaşadığımıza baxdığımızda az bir müddət yaşayırıq. Hər gün fərqli bölgələrdə, fərqli yerlərdə cənazələr çıxır. Və hər biri də bizim gözümüzün qarşısından keçir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, deyik qəbirstanlıqları çox ziyarət edin, çünki ölümü xatırlamaq var. İnsan artıq oraya gedəndə baxırsan ki, bizdən yaş baxımından böyük və kiçik. Hər kəs oradadır. Bizim gedəcəyimiz yerdə oradadır. Allah subhanahu da Quran-ı Kərimdə bu ki, sizin aləmdən 1000 il Allah dərgahında bir günə bərabərdir. Biz baxdığımızda Allah Resulü sallallahu aleyhi ve sellem aramızda həmin təqvimə uyğun gün yarım ki Allah Resulü aramızda yoxdur. Yəni o qədər qısa bir müddət Allah Resulü aramızdan yoxdur. Və bizim yaşadığımız ömrə baxaq, kiçik bir ömür yaşayırıq. Hər birimizdən soruşsaq, kiçik yaşlarımızı, məktəbli vaxtlarımızı, əskərli vaxtlarımızı yarım saat, günlərlə danışan insanlar var. Və danışır, hər dünyadan danışır, gələ bunları da edəcək. Durmadan sayır. Allah Resulü sallallahu aleyhi ve sellem bu ki, dünya nə gözəl bir minikdir. Ağıllı insanlar o miniyi minərək ahirətin qazanır. Və böyük bir İslam alimi bu ki, dünyanın ən böyük xeyri onun qazancıdır. Ahirəti burada biz qazanırıq. Kim ki deyir ahirətin bu dünyada qazanırsa, xoş deyir onun halına. Bir sahabə gəlir Allah Resulü yanına, bu ki ey Allah'ın elçisi, məni elə bir əməl de ki, mən həm Allah'ın razılığını qazanım, həm insanların. Hər ikisinin razılığını qazanmaq istəyirəm. Həzrəti Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, dünyaya bağlanma. Dünya bağlılığını çıxart, Allah'ın razılığını qazanasan. İnsanların əlində mala da baxma, insanların razılığını qazanasan. Bu mal, mülk məsələsi elə bir xatalı bir şeydir ki, hər zaman biz çoxunu istəyirik. Halbuki bizə yetəcək qədər Allah subhanahu teala verir. Demək, biz çoxunu istəyirik, o çoxa biz tab gətirə bilmərik. Bizim gücümüz onun için deyil. Evlatlarımızı bu dünyadan nə qədər ki əlimizdədir, onlara ahirət sərmayəmiz olsun deyə əlləşdirməyə çalışmalıyıq. Mənim evladımın yaxşı miniyi olsun, mənim evladımın gözəl evi olsun, o olsun, bu olsun. Evladın ən birində çalışacağımız məsələ evladın imanı olsun. Bugün evlad bizimlə bir safda dayanırmı? Xeyr, xatalıdır olur. Yəni imtihandır. Amma özümüzə baxaq ki, əlləşdirik o evladsın. Bugün imtihan da ola bilir, bizim yanlışlıqlarımız da ola bilir. O hər şəxsin özünə görə dəyişir. Amma biz öz şəxsimize baxaq ki, biz nə qədər o evlatlarımızın Allah'ın dininə sarılmağını istəyirik. O qədər istəyirik, yoxsa evlatlarımızın dünyaya bağlılığını. Evladım o iş olsun, bu iş olsun, ancaq dünyasını istəyirik. Bir dəfəsində Allah Resulü sallallahu aleyhi ve sellem bazarda gəzərkən bir qulaqsız ulaq görür. Oğlaq. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələr bu ki, bu oğlaq. Amma ölü vəziyyətdə. Deyir, bu ölmüş oğlaqı az bir miqdara saçsa kim alar? Sahabələr bu ki, heç şəxsi Allah Resulü. Deyir, yaxşı, bunu pulsuz birinizə versə necə? Sahabən bildi ki, Allah Resulü. Onun deyib qulaqları olmadığından dolayı, o sağ olsa belə ehtiyac yoxdur. O sağı bir işə yaramır, nəinki ölmüsün. Həzrəti Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allah subhanahu teala'nın dərgahında dünya bundan daha dəyərsizdir. Siz nə tək ki, bu ölmüş oğlağa dəyərsiz deyirsiniz. Dünya Allah'ın dərgahında ondan daha dəyərsizdir. Amma o demək deyil ki, Allah subhanahu teala bizdən zahidliyi istəyir. Yəni hər şeydən çəkinər,
bir dağ təpəsindən çəkilir. Xeyr. Allah Subhanahu va Taala bizdən qazanmağı istəyir. Sizin birinizi bəzinizdən mal, mülk baxımından üstün etdir. Niyə? Başqalarına yardım edək deyə Allah Subhanahu Taala verir. Da dünyaya bağlılıq deyə yox. Vallahi billahi mal, mülk sahibi olan hər kəsi görmüsünüz. Vallahi son anında heç bir şəxs məni qapının ağzına çıxart, maşınımı görüm. Məni evimə apar, o evimi görüm. Onu istəmir. Hər kəs bilirsiniz nə istəyir? Vallahi billahi ən əzizlərim. Qardaşım gəlsəydi onu görərdim. Evladım gəlsəydi onu görərdim. Anam gəlsəydi onu görərdim. Çünki insan mənəvi güc verən yalnız və yalnız bunlar. Bu dünya neməti olaraq bizə verilən bu nemətlər insan axirətini qazanmaq üçün deyə insana zövq verir. Başqa bir şey gör deyil. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Adəm oğlunun ən çox yanlışları dünya malı, var dövləti çox istəməkdir. Bu da birisi deyə olur. Peyğəmbər o ki, çünki siz mal, mülk baxımından yüksəklərə baxırsınız. Ən gözəli elm baxımından, sədəqə verən baxımından üstünə baxarsınız, mal, mülk baxımından ən zəiflərə. Dünyanın misalı alimlərimiz bilsin nə bənzədir? Dənizə. Deyir bir insan dənizə düşür və durmadan deyir dənizin suyundan içir. Nə qədər içirsə susuzluqda yatmır və onu öldürür. Dünyada deyilədir. Nə qədər qazanırsınızsa qazanın, yenə qazanmaq istəyəsiniz. Heç vaxt tamahınızda bitmir. Heç vaxt xoşbəxt ola bilmirsiniz. İnsan ən böyük xoşbəxtliyi başqa bir insanları xoşbəxt eləməklədir. Ona görə Allah Subhanahu bizi daima birliyə, bərabərliyə çağırır. Niyə? Bərəkət o birlik və bərabərlikdədir. Peyğəmbər buyurur ki, Adəm oğlu malım deyil. Adəm oğlunun deyil, yiyəcəyindən və giyəcəyindən və sədəqə olaraq verib axirəti qazanacağından artıq heç bir mal yoxdur. Hər biri sadəcə bu dünyada qalacaq. Və bu dünyada boş yeri qoyub gedəcək. Əgər onu salih bir evlad yetişdirib ona təhvil vermək isə, yox bir salih evlad yetişdirək isə, o verdiyi hər sədəqəyə görə, o etdiyi hər ibadətə görə biz də axirətimizi qazanırıq. İslam dini ona görə bu ki, hər zaman əlləşib salih bir evlad yetişdirilir. Və biz bunu hər zaman kimdən öyrəndik? Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindən. Həzrət Peyğəmbərimizin sahabəsi, Həzrət Ömər radiyallahu anh, xəlifəlik dönəmində. Şam bölgəsinin rəhbəri, Əbu Ubeydullah ibn Cərrah. Onu ziyarətə gedir, Şam şəhərinə. Həzrət Ömər radiyallahu anh oraya çatanda, buyurur ki, məni evə qonaq apararsan. Əbu Ubeydullah nə qədər istəyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem başqa sahabənin evinə qonaq aparsın, Həzrət Ömər radiyallahu anh təkidlə onun evinə getmək istəyir. Çünki onun halını görmək istəyir. Görün, mənim bura təyin etdiyim valinin halı necədir? Həzrət Ömər radiyallahu anh evinə daxil olanda, evin bir küncündə qoymuş qılınc, qalxanı və evin içində bir-iki əşyası. Həzrət Ömər radiyallahu anh buyurur ki, ey Əbu Ubeydullah, bunlar nədir? Deyir ki, ey Ömər, mənə kifayət eləyir bunlar, mən bunun artıq ehtiyacım yoxdur. Deyir ki, yaxşı, mən evə qonaq gəlmişəm, bir qonağa ikramım da olmayacaqmı? Əbu Ubeydullah deyir, durur, qarşı tərəfdən, otağın bir küncündən bir qab gətirir, köhnə bir saxsı qab və onun içindən qurumuş çörəkləri çıxardır. Və Həzrət Ömər radiyallahın qabağına qoyur. Həzrət Ömər radiyallahu ağlayır. Deyir ki, vallahi ey Əbu Ubeydullah, dünya səndən başqa hər birimizi pozdu. Hər birimizin içində dünya daxil oldu. Yeganə Allah Resulü sallallahu aleyhi ve sellem sahabəsi sənsən ki, sən dünya pozma. Sən hələ də Allah Resulü sallallahu aleyhi ve sellem dediyi sahabəsən. Çünki bir rəhbər şəxs idi. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, iki ac qurdun, bir sürüyə verdiyi ziyan, bir pula həris din xadiminin dinə verdiyi ziyandan artıq deyil. Çünki rəhbər şəxsi, rəhbərin yaşantısı nədirsə insanların yaşantısı olur. Və biz baxdığımızda Əbu Ubeydullahın yaşantısı o idi. Elə bir yaşantısı Şam bölgəsi əlindədir, amma bu insan evində öz qılıncı, qalxanı və az miqdarda onun istifadəyə qab-qacağı var. Allah Subhanahu wa Ta'ala birinci öz nəfsimə, sonra sizə hər zaman Allah Subhanahu wa Ta'ala bizi əmr etdiyi şəkildə yaşayıb və bu dünyaya bağlanmamı, axirət üçün əlləşməyi çalışan bir qullardayız hər birimizi. Allah Subhanahu wa Ta'ala hər birimizi, malımızı, canımızı Allah Subhanahu wa Ta'ala razı olduğu yolu sərf edib bu üzrə ölməyi Allah Subhanahu wa Ta'ala hər birimizə nəsib etsin.
عروس الرحمن ظلال